Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Sizə aprelin 19-na olan hava haqqında məlumatı təqdim edirik. Görək həftənin şənbə günü ölkəmizdə hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək, cənub-şərq küləyi əsəcək. Temperatur gecə 8-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Rayonlarımızda hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şərq rayonlarında qısa müddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 5-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcədə isti, gündüz 10-15 dərəcə isti müşahidə ediləcək. Belə dəyərli izləyicilər, hava məlumatını dinlədiniz. Hər birinizə xoş həftə sonu arzulayıram. Görüşənədək.